İş axtarışında olanlar, indi təqdim edəcəyim reportajı diqqətlə izləyin. Xəbər verdiyimiz kimi Dövlət Məşğulluq Agentliyi tərəfindən işsizlər və iş axtaranlar üçün əmək yarmarkaları paytaxt Bakıda və ölkənin müxtəlif şəhərlərində il ərzində təşkil olunur. Bu dəfə isə agentlik tərəfindən ölkəmizin 3-cü böyük şəhəri olan Sumqayıtda əmək yarmarkası təşkil olunub. Yarmarkada 21 şirkət 120-dən çox vakansiya ilə təqdim edilib. Ətraflı sujet izləyək. İbtidai sinif müəlliməsi, əczaçılıqla bağlı. Operator, şirniyyatçı, belə işlərlə maraqlanırıq. Kifayət qədər müraciət edənlər oldu. Müəllim vakansiyası üzrə iştirak edirik. Gənclərə daha çox yer verəcəyik ki, onların potensialını üzə çıxartmaq və ilk təcrübəsi ilə bizdən başlasın. İş axtaranlarla işə götürənlər bu dəfə Sumqayıt şəhərində görüşdü. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən təşkil olunan əmək yarmarkasında 21 işə götürən tərəfindən ümumilikdə 120-dən artıq vakansiya təqdim olundu. Yarmarkada dövlət və özəl sektoru təmsil edən işə götürənlər, işsiz və iş axtaran şəxslər iştirak etdilər. Sosial şəbəkədən gördüm əmək yarmarkasının olmağın. İxtisasca ibtidai sinif müəlliməsiyəm, amma ibtidai sinif müəlliməsi əczaçılıqla bağlı vakansiyalara baxmaq istəyirəm. Yəni bir çox idarə müəssisə burada olur, istədiyi vakansiyanı yəni seçib ora getmək mümkündür. Mətbuatdan öyrəndim ki, yəni belə bir yer açılında keçirilir. Mən də gəldim, indi sənədimi götürüb gəlmişəm müraciət eləməyə. Operator, şirniyyatçı işləri ilə maraqlanıram. Uyğun bir iş olsa inşallah. Təklif edilən vakansiyalarla maraqlananlar müəssisələrin fəaliyyət istiqamətləri, işçi seçimində prioritet kriteriyaları və vakansiyalara qəbul prosesi haqqında məlumatlandırıldı. Burada işə götürənlərlə iş axtaranlar arasında birbaşa üz-üzə görüşmələr baş verir və bu çox gözəl bir haldır. Çoxlu sayda müraciət var, biz təşəkkür edirik və bu müraciətləri biz dəyərləndirəcəyik və növbəti mərhələyə dəvət edəcəyimiz belə deyək də vətəndaşlar olacaqdır. Vətəndaşları peşə hazırlıq kursları ilə bağlı məlumatlandırırıq. Peşə hazırlıq kurslarına necə müraciət etmək olar, bununla bağlı məlumatlar veririk və onları aidiyyəti üzrə işə götürənlərə yönləndiririk. HR, mühasib, IT sahələri, bu kimi sahələrdən daha çox vətəndaşlar, bugünkü iştirak edən vətəndaşlar bu sahələrdən daha çox maraqlanırlar. Bugün bizim tələbimiz keyfiyyətli, mühasib və işində məsuliyyətli anbar sahəsi üzrə bir mütəxəssis axtarmağa gəlmişdik. Bir neçə CV qəbul etdik. CV olmayanlardan əlaqə nömrələri və müəyyən məlumatları qəbul etdik. İşsiz və iş axtaran şəxslərə vakansiyalar üzrə iş öhdəlikləri barədə məlumat verildi və müraciət edən şəxslərin CV-ləri qəbul edildi. Eyni zamanda uyğun namizədlərin qeydiyyatı aparıldı. Tədbir iştirakçıları agentlik tərəfindən icra olunan aktiv məşğulluq tədbirləri barədə məlumat almaq imkanı da əldə etdilər. Təqdim olunmuş vakansiyalarda minimum əmək haqqı 400 manat, maksimum əmək haqqı vakansiya uyğun olaraq dəyişir. Təqdim edilmiş vakansiyalardan sürücü, operator, qənnatçı və s. ali təhsil tələb edən vakansiyalardan mühəndis, mühasib, satış təmsilçisi və s. vakansiyalar mövcuddur. Qeyd edək ki, növbəti əmək yarmarkası 17 mart tarixində Xızı şəhərində keçiriləcək. İl sonuna dək 20-yə yaxın bu tip əmək yarmarkaları müxtəlif şəhər və rayonlarda təşkil olunacaq. Zeynəb Rövşən qızı, Real TV.